Heydər Əliyev adına idman konsert kompleksinin buz meydançasında maraqlı və gərgin oyun baş tutub. Ocaq Sport Hokey komandası Birləşmiş Ərəb Əmirliklərini təmsil edən Dubai Galaxy Hokey komandası ilə qarşılaşıb. Maç 3 neçə formatında keçirilib və 3 period ərzində komandalar arasında əsil mübarizə yaşanıb. İlk periodu Ocaq Sport 7-3 hesabı ilə üstün başa vurub. İkinci hissədə rəqib fərqi 1-ə indirib. Görüşün sonlarında oyuna təşəbbüsü tam ələ keçirən komandamız görüşdən 17-15 qalibiyyətlə ayrılıb. Oyundan sonra Ocaq Sport Klubunun baş məşqçisi Zaur Məmmədəliyev bunları deyib. Bu Azərbaycanda ilk dəfədir belə beynəlxalq yoldaşlıq görüşü olsa da, amma çox yaxşıdır. Birinci dəfədir uşaqlar oynayırlar. Çox gözəldir. Onlar üçün çox gözəl motivasiyadır. Allahın köməyi ilə çoxlu qələbələr, onlara çoxlu uğurlar və onlar üçün belə turnirlər daha çox inkişaf üçün çox gözəl olacaq. Hokey üzrə milli komandamızın baş məşqçisi Aleksandr Bilimov isə qarşıda onları yeni hədəflərin gözlədiyini bildirib. Maç bizim üçün çox uğurlu alındı. Komanda qələbə qazandı. Fikrimcə, bu nəticə son 2 ildə gördüyümüz gərgin zəhmətin bəhrəsidir. Sıfırdan peşəkar və bacarıqlı komanda formalaşdırmaq mümkün oldu. Bu uğurda məşqçi heyətimiz, oyunçuların və bizi bugün dəstəkləyən azarkeşlərin böyük payı var. Uşaqların və ümumilikdə komandanın əhval-ruhiyyəsi çox yüksəkdir. Mühüm qələbə qazanan Ocaq Sport komandasını qarşıda daha çox oyunlar və yeni hədəflər gözləyir.